Əstəğfirullah Rəbbini və tövbi ilək deyir, qabaqdan Qalıboy xoruz ili gəlir. Bundan qabaq ölkəmizə o qədər kişi kimi illər gəldi, getdi ki, onların adına layiq biz işlər görsəydik, indi mən bu danışığımı Şuşada danışırdım. Özü də əcda kimi. İndi görürsən bu Qalıboy Petuk ilində doğma torpağımız üçün biz neyniyəcəyik? Bu üzümüzə gələn Qalıboy Petuk ili var ha, o bizim üçün deyil, o Avropa üçündür, Amerika üçün. Son 6 ayın ərzində Azərbaycanda qalxmayan təkcə 87 yaşlı Şirvanlı Əbdüləzim kişinin əl ağzıdır ki, o da daha Allahdan qalxmır da, çünki yaşı çoxdur, elə olsun. Bizim bu Qalıboy Petuk haramıza yaraşır ala? Atası qardaşı yoxdur, bir oğlu olub, o da sonra məmur çoban anasına baxmır. O Qalıboy Petuk ilini qərblərin özləri yaşasın. Əgər yumurtanın başı olsaydı, heç o isti Kuriçadan çıxıb bu Petuk dünyaya gələrdi. Öyrənəcək, bizə də nə lazımdır ki, tub əsas odur ki, istilik olsun, bir də səsə basaq. Amma bir iş mənim üçün neçə illərdir yaman qaranlıq qalıb. Bu özəlləşdirmə çəkin deyirəm, o nə idi eləsən Allah, onu bizi yığıb niyə bir-bir əlimizə verdilər? Elimizə verdilər, elimizə verdilər. Bilər ki, sizcə o əcdahanın zadı var, köhnə Azərbaycanlı Orxan fikrə doğulu.